Yəni İran çalışır bunu belə göstərsin ki, atəşkəs məsələsində blokada məsələsi durmamışdır və blokada sonradan yaradılmış bir məsələdir. Amerika Birləşmiş Ştatları tərəfi ilə atəşkəsə gediləndə burada şərtlər var və bu şərtlərin içərisində heç birində də qeyd olunmamışdır ki, Hörmüz boğazı blokada olacaq. Əksinə Hörmüz boğazının açılması barəsində müzakirə olunurdu və Hörmüz boğazının kimin nəzarətində olması məsələsi idi ortada. Amerika Birləşmiş Ştatlarının bu cür presidentsiz deməli beynəlxalq dəniz hüququnu pozmasını əsas gətirərək və bunun edilməsinin qeyri-mümkünlüyünü vurğulayaraq İran çalışır ki, bir blokadanı pozsun. Və bu blokadanı pozarkən də əsasən Amerika Birləşmiş Ştatlarını hüququ pozan tərəf kimi, beynəlxalq münasibətləri pozan tərəf kimi göstərməyə çalışırdı. Və ona görə də bu addımı atdı və hal-hazırda da danışıqları da məhz bununla bağlı saxlayıb ki, hal-hazırda Hörmüz boğazını saxlayan, blokada saxlayan İran deyil, Amerika Birləşmiş Ştatlarıdır və Amerika Birləşmiş Ştatları Hörmüz boğazını açmayana qədər danışıqlar olmayacaq. Amma burada əsas məqsəd fərqlidir, məqsədi sonra müzakirə edə bilərik. Hansı məqsədlərdən gedir? Elə indi gəlin ondan danışaq. Məqsəd buradan ibarətdir ki, bu məsələ uzadılsın və Trumpa seçkilərdə ağır zərbələr endirilsin. Çünki əgər bu danışıqlar yerinə yetməsə, qiymətlər düşməsə, Amerika Birləşmiş Ştatlarının seçiciləri artıq biz görürük ki, reytinqləri 37%-dir və get-gedə də aşağı düşəcək. Amma Trump da deyir ki, bu saxtadır. Deyir, köhnə xəbərlərdir, köhnə rəqəmlərdir. Sadəcə kütləvi informasiya vasitələri bunu indiki kimi təqdim etməyə çalışır. Yox, doğrudan düzdür, biz bunu deyə bilmərik və doğrudan biz bu xəbər Amerika Birləşmiş Ştatlarının içərisində yaşamırıq. Amma deyilənə görə, yəni bütün bu müzakirələrin içərisində bir həqiqət də olmamış olmaz və orada da qeyd olunanlardan biz bunu seçkilərdən tez bilməyəcəyik ki, əsas məsələ necədir. Amma administrasiyada olmasa da MAQA-nın içərisində çoxlu müzakirələr gedir bununla bağlı və MAQA-nın içərisindəkilər narazıdırlar. Çünki Amerika Birləşmiş Ştatlarının prezidenti seçilməmişdən əvvəl, Trump seçilməmişdən əvvəl onlara bildirmişdi ki, məhz biz izolyasiya siyasətini yürüdəcəyik, amma buna baxmayaraq bir il ki, bu izolyasiya siyasətindən sonra Trump aktiv xarici siyasət yürütməyə başladı və bu da bir növ seçiciləri məyus etməyə bilməz. Orxan bəy, bir maraqlı məqam var idi. Donald Trump əslində müəyyən dərəcədə toxundunuz, daha geniş üzərində qalmaq istəyirəm ki, Donald Trump'ın bir açıqlaması var idi. Atəşkəsin vaxtı bitəndən sonra vəziyyət daha da kritik bir həddə çatacaq. İran danışıqlarda təkliflərlə razılaşmasa. Həqiqətən indi görürük ki, vəziyyət gərgindir. Danışıqlar masasına İran ümumiyyətlə yaxın gəlmək istəmir. Dediyiniz kimi, blokada aradan qaldırılmadığı müddətdə. Bəs bundan sonra atəşkəs bitdi deyək. Ayın 21-nə qədər vaxt var. O müddət bitəndən sonra nə baş verəcək? Əməliyyatlar davam edəcək, quru əməliyyatları mı olacaq? Trump deməli çox güman ki, hava zərbələrinin davam edəcək. Burada körpülər, özünün dediyi kimi elektrik stansiyalar, atom elektrik stansiyalarına deyə bilmərəm. Çünki bu regiona çox mənfi təsir göstərə bilər və region dövlətləri maksimum çalışacaq ki, Trump inandırsın ki, burada nüvə zəhərləməsi təhlükəsi yarana bilər. Amma elektrik stansiyaları, istilik elektrik stansiyalarına zərbələr endirilə bilər. Bundan əlavə demək körpülərə, tunellərə zərbələr edilə bilər ki, bütün İranın şəhərləri bir-birindən izolyasiyaya məruz qoysunlar, bir növ humanitar böhran yaratsınlar ki, bu malların deməli logistikasına çox mənfi təsir göstərə bilər. Amma bütün bunlara rəğmən İran da öz tərəfindən deyir ki, onlar buna hazırdılar. Nə dərəcədə hazırdılar? Biz bunu görəcəyik yaxın zamanlarda. Mən yəni ümid edirəm ki, görməyəcəyik, amma çox güman ki, danışıqlar dalana dirənib və heç bir tərəf öz pozisiyasından geri çəkilməyəcək və Trump məcbur qalıb yenidən başlayacaq quru əməliyyatlarını. Nümayəndə heyətinin getməsi məsələsinə də toxunaq, danışıqları deyirik. Təbii ki, məsələn, İran tərəfi qatılmasa necə bir danışıq əldə olunacaq? Sadəcə Pakistanla oturub bu məsələ müzakirə olunacaq, Pakistana deyiləcək, Pakistan daha sonra İrana çatdıracaq. Ortada bir gün var hələ. Yəni, bu axşamdan biz görə bilərikmi İran nümayəndə heyəti artıq İslamabada yola düşdü, sabah bu görüş baş tutdu. Mümkün ola bilərmi sizcə? Son anda hansı addım İranı, məsələn, danışıqlar masasına gətirə bilər?
Bəli, yəni gizli kanallar var və açıq kanallar var. Bütün bu illər ərzində İranla Amerika Birləşmiş Ştatlarının arasında hər zaman gizli kanallar olub bu son 50 ildə və biz bilirik ki, bir çox İran biznesmeni hal-hazırda Amerika Birləşmiş Ştatlarında yaşayır. Onların özlərinin marağı var və İran administrasiyasının da rəhbərliyində bir çox şəxsi Amerikada təhsil alıb, onların da bu əlaqələr var. Bu gizli kanallar hər zaman fəaliyyət göstərir. Açıq kanallar isə bu üçüncü dövlətlər vasitəsilə olan kanallardır. Bu Pakistan vasitəsilə olan kanallardır ki, çox güman ki, bu da hal-hazırda aktivləşir və shuttle diplomasiyası deməli həyata keçirilə bilər və shuttle diplomasiyasında da təbii ki, tərəflər çalışacaqlar ki, maksimum dərəcədə sülhə tərəf, yəni Pakistanın burada diplomatik rolu da çox önəmli olmalıdır ki, Pakistan burada həm regional sabitliyin, həm Amerika Birləşmiş Ştatlarının müttəfiqliyin, eyni zamanda da Çinlə də müttəfiqliyi təmsil edən bir dövlətdir. Və Pakistan da çalışacaq mövqeləri bir-birinə yaxınlaşdırsın və çox güman ki, də bir qaransiya rolunu da oynasın bəzi məsələlərdə. Amma hər iki tərəf yenə də prinsipialdır bir-birinə qarşı və burada bu tərəflərdən biri addım atmalı olacaq. Bu addım atmalı olan tərəf İran ola bilərmi sizcə qarşıdakı günlərdə? Nəyə əsasən deyirəm bunu? Trumpın belə bir açıqlaması var idi ki, əgər İran liderləri ağıllı olsalar, onları firavan bir gələcək gözləyir. Yaxşı, Trumpın təbiricə desək, ağıllı olmadılar. Öz maraqlarından xidmət elədilər və öz maraqlarına görə addım atdılar, siyasi qərarlar verdilər. O halda Trumpın atacağı addım nədən ibarət olacaq? Yəni, ümumiyyətlə, Trump İrandan nəyi istəyir ki, məsələn, ağıllı liderlər olarsa, o ağıllı liderlərdən nəyi istəyir, hansı qərarları gözləyir ki, o halda liderləri ağıllı adlandırar? Yəni, Trump'ın yanaşması rasional və materialist yanaşmadır. Rasional və materialist yanaşma bundan ibarətdir ki, ağıllı olsalar, yəni onlar sanksiyalar aradan qaldırılacaq, biznes investisiya olacaq, İranın çox böyük potensialı var. İran ümumiyyətlə həm logistika, həm kənd təsərrüfatı, həm böyük sənaye, həm ümumiyyətlə də, yəni İranın çox böyük potensialı, iqtisadi potensialı olan bir dövlətdir. Və bu rejimi əgər biraz yumuşalsa, öz ambisiyalarından geri çəkilsə, nüvə ambisiyalarından, İsraili məhv etmə ambisiyalarından geri çəkilsə, o zaman investisiyalar axa bilər İrana. Halbuki, yəni İranların, Amerikada yaşanan bir çox İranlı da maraqlıdır ki, İrana investisiya yatırsınlar. Amma İran rəhbərliyi bir növ dini fanatik rəhbərlikdir. Onlar İslam dövlətini təmsil edirlər. Onlarda daha çox məqsədlər bu dünya ilə bağlı olan məqsədlər deyil və ümumiyyətlə biz İran psixologiyasını, Şiə psixologiyasını, şəhidlik məqamına çatmaq psixologiyasını görsək ki, və böyük şeytana qarşı mübarizə, kiçik şeytana qarşı mübarizə və İran dövlətində bu cür ideoloji yüklənmə var və bu cür ideoloji yüklənmə də dünyəvi qərarlara deyil, dini qərarlara əsaslanır. Ona görə də məsələn, bu cür addımların atılması, bu cür yumuşalmaya getmək, bu bir növ şeytana uyma kimi, bir növ Amerikanın vassalına çevirmək kimi qiymətləndirilə bilər. Və bir nəfər də qərar vermədiyinə görə hamısı öz yaxınlarına baxıb qərar verəcək. Hamısı qarşı gözləyəcək ki, bu addımı kimsə birinci atsın və heç kimlə bu birinci addımı atmaq istəməyəcək. Və belə olduğu təqdirdə prinsipiallıq göstərməyə çalışacaqlar bu, xüsusilə də bu sepah qüvvələri. O qərar verməli olan qüvvələrdən biri Pezeşkiyandır. Pezeşkiyanın da bugün uranın zənginləşdirilməsi ilə bağlı maraqlı bir açıqlaması oldu. Yenidən xatırladım. Trump deyir ki, İran nüvə hüquqlarından istifadə edə bilməz, amma hansı cinayətə görə istifadə edə bilmərik demir. O kimdir ki, bir milləti hüquqlarından məhrum eləsin. Yəni bu açıqlamanı bu cür oxuya bilərik ki, uranın zənginləşdirilməsi məsələsinə heç kim qarışa bilməz və zənginləşdirilmiş uranımızı da bizim əlimizdən ala bilməzlər. Yəni, burada əsas ritorika məsələsidir. 50 ilə yaxındır İran İsrail adlı dövlətin olmadığını vurğulayır, Siyonist birlik adlandırır, işğalçı qüvvələr adlandırır və deyir ki, İsrail dövləti məhv olmalı. Təbii ki, məsələn də bu ritorika olmasaydı və İranda bir növ yumuşaq, hətta dini rəhbərlik olsa belə, yumuşaq rəhbərlik olsaydı, bu hüququ heç kim onlardan ala bilməzdi. Bu, eyni zamanda nüvə elektrikindən, nüvə enerjisindən istifadə aiddir. Amma İran ilk növbədə nüvə silahından istifadə etməməyə
imzalamış bir dövlətdir. Eyni zamanda İran deməli Ayətullah deməli keçmiş Ali dini lider Ayətullah Əli Xamneyinin fətvası var ki, İran heç vaxt nüvə silahından istifadə etməyəcək. Bu kimi bir fətva da var. Amma buna rəğmən də bu nüvəyə can atma və bunun faizinin zənginləşdirilməsi enerji məsələsi deyil. Məsələn, 60-70% zənginləşdirilmə bu artıq göstəricidir ki, bu silahlanmaya doğru gedir. 90% artıq silahlı istifadə olunan urandır. 20-30% bəs edir nüvə enerjisindən istifadə etmək üçün. 60-70% bu göstərir ki, bu artıq silahlanmaya gedir. Və bu cür addımların atılması təbii ki, regional dövlətləri, xüsusilə də məsələn, İsrailə narahat etməyə bilər. İsrailə 1-2 nüvə silahı bəs edər ki, o tamamilə yer üzündən silinsin. Və belə olduğu təqdirdə İsrail maksimum çalışır, öz müttəfiqi olan Amerikanı özün təhlükəsizliyin qarantiyası kimi regiona dəvət etsin və Amerika Birləşmiş Ştatları ilə İranı toqquşdursun ki, İranda bu deməli alınmasın, nüvə silahını əldə edə bilməsin. Aydındır. Ona görə hüquqi məsələsindən daha çox təhlükəsizlik məsələsidir. Minnətdaram Orxan bəy, ətraflı şərhiniz üçün.